Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün iyun ayının 10-u, həftənin çərşənbə axşamı günüdür. Vacib bir xəbərimiz var, onu diqqətinizə çatdırırıq. Belə ki, iyun ayının 1-dən Azərbaycanda hərbi xidmətə yeni çağırış başlayır və o da məlumdur ki, hərbi çağırışla bağlı yeni qaydalar var. Belə ki, 30 yaşdan yuxarı müddətli həqiqi xidmətdə olmayan şəxslər əskərliyə cəlb olunmayacaqlar. Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna edilən dəyişikliyə əsasən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilib və qanun bu il yanvar ayının 1-dən qüvvədədir. Prezident İlham Əliyev də ötən ay sərəncam imzalayıb. Sərəncama əsasən iyul ayının 1-dən 30-nadək müddətli həqiqi hərbi xidmətə çağırılanlar 2007-ci ildə doğulan və çağırış gününədək 18 yaşı tamam olan şəxslərdir. 1995-2006-cı illərdə doğulan, yaşı 30-adək olan Azərbaycan Respublikasının silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışda möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları orduya hərbiyə cəlb olunacaqlar.